Salam uşaqlar, bugün timlə işləyirik və videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmanız kifayətdir. Так, антонимы. Давай edək. Укажите пару антонимов. Шумный, здоровый, səs-küylü və sağlam. Кричать, boяться, qışqırmaq və qorxmaq deməkdir. Скучно, darıxdırıcı, грустно, kədərli. Смотреть, baxmaq, глядеть də elə baxmaq deməkdir. Открывать и закрывать biz burada antonim görürük. Açmaq və bağlamaq. Дальше. Тоже укажите пару антонимов. Burada da antonimi tapmalıyıq. Строить и разрушать. Uşaqlar, строить qurmaqdır və разрушать məhv etməkdir. Bax, burada biz bilirik ki, antonimdir. 118-də укажите пары антонимов. Родина, отчизна bu vətən deməkdir. Густой и жидкий. Qatı və may. Bax, уже C variantı burada uyğundur. Какие из выделенных слов не являются антонимами? Deyir ki, hansı sözlər antonim deyil? Gəlin baxaq. Так, спокойный человек, тихий вечер. Sakit insan, sakit bir akşam. Slabый звук, сильный ветер. Slabый yani zəif bir səs və güclü külək. Активный ученик, aktiv bir uşaq. Пассивный ребенок, passiv bir uşaq. Умный взгляд, ağıllı bir, belə deyək də, baxış. Глупый вопрос, axmaq bir sual. Мелкий колодец, dayaz bir quyu. Глубокий бассейн, dərin hovuz. Əlbəttə ki, burada deməli biz A variantını seçirik. Çünki spokойный və tiki burada antonim deyil. Qalanları antonimdir. 120-də укажите слова с противоположным значением. Противоположный deyirsə, uşaqlar burada antonim deməli olmalıdır. Так. Цена, стоимость. Qiymət deməkdir. Чистый, грязный. Так, antonim. Təmiz və çirkli. Умный, мудрый. Burada müdrik, ağıllı. Понять, догадаться. Понять, dogадаться, yəni başa düşmək də belə deyək. Təxmin etmək də belə. Ondan sonra чужой и родной. Чужой, родной burada deməli чужой yaddısa, родной doğmadır. Deməli 2 və 5 burada E variantıdır. Дальше. Товарищ, наставник. Burada yoldaş deyə bilərik. Успех, удача, uğurdu. Спросить, ответить. Спросить и ответить. Soruşmaq və cavab vermək. Дальше. Так, elə bunu götürək. Открытие, находка. Открытие, находка, kəşf etmək, tapmaq nəysə. Грубость и вежливость. Çobudluq və nəzakətli. Deməli, 3-də 5 burada A variantıdır. Дальше. Так, 122 у нас. Какие из выделенных слов являются антонимами? Hansı антоним? Древняя крепость bu qədim bir qala. Ondan sonra старинный мост, qədim bir мост, körpü. Дальше. Главный вход, основной закон. Главный вход əsas girişdir, əsas qanundur. Правильный выбор, düzgün seçimdir. Точный прибор, dəqiq bir alətdir. Черствый хлеб и свежий tvorog. Черствый хлеб, köhnəlmiş bir çörəkdir. Свежий tvorog da təzə bir kəsməkdir. Bunu götürərik. Смелый человек, храбрый боец. Смелый, cəsur insan. Храбрый боец, cəsur bir döyüşçü. Так, дальше. 123-də. Укажите пары антонимов. Смелый и грубый. Смелый, cəsur da, грубый da, kobuddur. Крупный, мелкий, böyük və kiçik. Хитрый, сердитый, hiləgər və qəzəbli insana deyilir. Голодный, ac və сытый, tox, храбрый и страшный. Храбрый cəsurdur, страшный da qorxuludur. Əlbəttə ki, burada biz 2 və 4-ü götürürük. 2 və 4, onda D variantıdır. Так, дальше. 124-də.
Укажите pары антонимов. Burada da antonimi. Отважный, храбрый burada cəsur deməkdir. İgid, cəsur. Краткий, подробный. Краткий qısadır. Подробный da belə deyək də tam necə deyim? Təfərrüatlar da belə deyək. Краткий и подробный. Yəni qısa və geniş şəkildə məsələn bir şey danışanda biz o şəkildə danışırıq da, ya qısa deyirik, ya da ətraflı belə. Так, частый и редкий. Частый, редкий, tez-tez və nadir. Hallarda məsəl olur. Скромный, хитрый. Скромный təvəzzökardır, хитрый, hiləgardır, добрый и вежливый, mehriban və nəzakətli. Deməli, bizə də burada antonim istəyirsə, biz deməli 2 və 3-ü seçə bilərik burada. Дальше 125. Храбрый, отважный, cəsur, торопливый, медлительный. Торопливый tez-tez edən, tələsik bir insandır. Медлительный da yavaş insandır məsələn. Длинный uzundur, длительный uzun müddətlidir də belə deyək. Сильный и высокий. Сильный güclü, высокий hündür, ненужный lazımsız, необходимый lazımlı. Deməli burada biz onda götürürük торопливый, медленный и ненужный, необходимый. 2 и 5. Дальше 126'da. 126'da кропотливый, тщательный. Кропотливый zəhmətkeş, тщательный yəni hər tərəfli, очень тщательный человекdir, hər tərəfli bir insandır. Аккуратный, неряшливый, deməli səliqəli və səliqəsiz insandır. Узкий, короткий, узкий, dar, короткий, qısa. Веселый, şən, храбрый, cəsur, şırşavı, deməli kobud və gladkий, xamar deməkdir. Так, deməli burada аккуратный и неряшливый будет у нас и шершавый и гладкий. 2 və 5 onda D variantıdır. Дальше. Антонимами являются бедный, богатый, kasıb və deməli zəngin. Ondan sonra быстрый, активный. Так, быстрый, активный. Быстрый tez, активный da elə aktivdə məsələn insan deyirik. Дальше. Большой, крупный, böyük deməkdir. Радостный, веселый, şən deməkdir. Решительный и робкий. Решительный belə deyirik, qətiyyətli belə. Amma робкий qorxaq bir insandır. Məsələn, sözün deyə bilir, решительный deyir, робкий də utanır, deyə bilmir. Deməli, 1 və 5-dirsə, так, bizdə 1 və 5 E variantıdır onda. Так, дальше 128. Антонимами является антоним. Burada gladkий, şırşavı, deməli, xamar və kobud. Ondan sonra активный, энергичный, aktiv, energetik, черствый, свежий. Burada köynəlmiş və təzə, хороший, добрый, yaxşı və mehriban, печальный, грустный, burada kədərlidir. Deməli, gladkий, шершавый можем мы выбрать, правильно? И черствый, свежий, 1 və 3. Дальше 129. Укажите пары слов с противоположным значением. Противоположный dediğim gibi антоним. Войти, так, войти и выйти. Войти, girmək, выйти, çıxmaq. Говорить, danışmaq. Так, и молчать, susmaq. Терять, nəyisə itirmək və nəyisə tapmaq. Взять, almaq, vermək. И приехать, gəlmək, уехать, getmək. Deməli, onda 129'da D variantı uyğundur. Belə uşaqlar, sağ olun, görüşərik.